38 qəsəbə və kənd, 80 min əhali. Ötən gün dövlət başçımızın içməli su təminatının yaxşılaşdırılmasına xidmət edəcək 40 subartezian quyusunun qazılması barədə verdiyi sərəncamdan bu qədər ərazi və əhali yararlanacaq. Bu xəbəri sevinclə qarşılayanlar sırasında əsasən quru iqlim şəraitində yaşayan Kəngərli rayon sakinləri də var. 34 ildir biz burada yaşayırıq, içməli sudan çox əziyyət çəkmişik. İndi buna görə biz bu sərəncama görə çox sevindik. Təşəkkür edirik ki, bizim bu problemimizi həll olundu. Sözü gedən layihə demək olar ki, Kəngərli yurdunun əksər yaşayış məntəqələrində reallaşdırılacaq. Rayonumuzun da 6 kəndi bu sərəncamdan bəhrələnəcəkdir. Bu rayonumuzun kəndlərində qazılacaq subartezian quyuları kəndlərdə əhalinin içməli su tələbatının yaxşılaşdırılması kömək edəcəkdir ki, bu da əhali üçün çox xoş bir xəbərdir. Xatırladaq ki, sərəncama əsasən aparılacaq layihələndirmə işlərinin ardınca Kəngərli rayonunda Qıvraq qəsəbəsi, Böyükdüz, Çalxanqala, Xok, Təzəkənd və Yeni Kərki kəndlərinin hər birində subartezian quyusu qazılacaq. Bu da ilkin mərhələdə sözü gedən yaşayış məntəqələrində əhalinin içməli su sarıdan gözləntilərini ödəyəcək. Cənab Prezidentimiz mühüm bir sərəncam imzalayıb, kəndlərə su çəkilməsi ilə bizim də Xok kəndində suya çəkiləcək, artizan vurulacaq. Ona görə də bizim Prezidentimizin Naxçıvanı diqqətdə həmişə saxlayıb. Biz də ona görə Cənab Prezidentimizə dərin təşəkkürlər bildiririk. Uzun ömür, can sağlığı arzu edirəm. İçməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə subartezian quyularının qazılması haqqında verilən sərəncam bizim ürəyimizdən xəbər verir. Ona görə ki, biz Böyükdüz sakinləri olaraq içməli sudan həmişə əziyyət çəkmişik. Bugünkü verilən bu sərəncam biz kənd sakinlərinin ürəyindən xəbər verir və biz də dövlətimizin qayğısını həmişə hiss eləmişik. Yeni subartezian quyularının qazılmasını böyük sevinç və minnətdarlıq hissi ilə qarşılayan Kəngərli sakinləri bunu dövlətimizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürü kimi dəyərləndirirlər. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Səxavət Məmmədov, NTV Xəbər.